Hər vaxtınız xeyir olsun. Ey yasamalda qalan atamın dayısı uşaqları, nənəmin qardaşı uşaqları. Sizlərə atəşli, odlu, alovlu salamlar. Yerinin iliniz, həmrəylik gününüz qara gəlsin. Amin inşallah. Mənim dediklərim olacaq sizlərin haqqında. Siz mənim nənəm rəhmətə gedəndə 2007-ci ildə nənəm 2007-ci ildə nənəm rəhmətə gedib. Qurbanova Mina xanım Ələkbər qızı. Mən də Qurbanov Şıxəli Xanəli oğlu Qurbanova Mina xanımın nəvəsiyəm. Yadınıza salıram ki, mən ora gələndə siz məni o evdən qovmusunuz. Niyə qovmusunuz bilmirəm. Mən sizdən evin haqqını istəyəndə, pulunu istəyəndə, o evdən mənə nə pul çatacaq istəyəndə siz mənə dediniz ki, Etibar əmi, özü sən. Nazır da oradaydı, sonra Bənövşə xala da oradaydı, Azər də oradaydı. Dediniz mənə ki, sən gedmirsən Şıx Məmmədin yanına, Sarəgilin yanına, Sonagilin yanına. Gedmirsən onun yanına. Az lazım ki, döqəsən məni. Belə qovmsan, belə atamın dayısı oğlusan, belə nənəmin qardaşı uşağısan. Oradan da onlar məni ayırmasaydı, sən orada məni döqüb öldürəcəkdin. Təpiyimin altına salacaqdın. Sən öz vəzifəvə güvənmirsən də, öz idarəvə güvənmirsən. Bunun geçtəzi var, mən onda uşaq idim, indi uşağı dövrəm. Özü də gələndə deyirdiniz ki, sənə buradan ev çatmır, sənə buradan heç nə yoxdur, çıx rədd ol, gez buradan. Dəvərəm səni, bələli gələm sənə, bələ rədd ol buradan. Gəlin əqqabları rədd ol buradan. Ola yadımdan çıxmayıb, Etibar əmi. Ola hamısı yadımdadır. Atam ölən rəhmətə gedəndə də 99-da avqustun 27-si. O da yadımdadır. O evdə nə oyun çıxarmışsa o da yadımdadır. Heç nə mənim yadımdan çıxmır. Heç nə unudulmur. Nə qədər gec deyil, mənim nənəmin evinin pulunu qaytarım. İnsaf da yaxşı şeydir, din də yaxşı şeydir. Vicdan da yaxşı şeydir. İnsanlıq da yaxşı şeydir. Qaytarım nənəmin evinin pulunu. Mən özüm tək qalmışam. Atam yox, anam yox. Atam qaraciyərdən, serozdan, beyin insultundan rəhmətə getdi. Anam böyrək xərçəngindən, hepatit C-dən rəhmətə getdi. Bacım yox, qardaşım yox, əmim yox, bibim yox. Bir yaxın əqələm yox, qovumum yox. Xalam yox, dayım yox. Bir kimsəm yoxdur. Əmək qabiliyyətim yox, gedmişdim özümü dolandırım. Qalmışam pis vəziyyətdə. Kimi dindirirsən, yas yerində, deyirəm ki, falan kəslər necədir? Hamısı səni pisləyir. Bir sənətin biri yaxşı deyən olmayıb. Bəs buna nə deyirsən? Biri də bir şey yazma düşdü. TikTok'da, YouTube'da qoymuşdum. Biri yazıb altdan mənə ki, Etibar sənə belə dağ çəkib. Görürsən, sənə adımı çəkir. Qardaşlarımın adını çəkmir ki. Bax, sənə adımı çəkir, iminə boy. Çünki sən pis adamsan, yaxşı adam deyirsən. Adam belə qorxur, bizdə çay-çörək yeməyə. Öz nənəmin məclisinə gəlmişdim, qorxudan belə çay-çörək yemirdim. Birdən orada nəsə barmaq eləyərsiniz. Sizə inam yoxdur. Hələ məclis qurmuşdursa, cümə axşamı içsə də, cümə axşamında ilk gecəsi, ilk günü heç.
O gec gəlib mənə çatıb xəbər. Ola bir rəhmətə getmişsə qoğalaydı öz evində. Siz onu da aparmışdınız yanınıza. Yox, istəyib aparmışdınız. Yox. Siz onu aparmışdınız ki, evi gətirəcəksiniz adınıza. Belə istəyənizsə elə onun öz evində öz qohumları, əqrəbələri var sınqartda. Orada məclis verəcəklər. Hə, qoy böyük qardaş uşağı aparayıq da. Öz yanı siz nə girmişsiniz ortaya? Hə. Bir də bir şey deyim. Əgər məclis vermişdinizsə, belə nələmsə o şeydə, o yaşına da, qəbrinin düzəlməsinə də belə xərc çəkilmişdinizsə, hə? Pəs onu bir evin otağının pulu, nənəmin vəsiyyətnaməsində də bu idi ki, bir otaq qalacaq nəvəmə. Bir otağa da ki, bir otağın yarı pulunu da ki, yarı pulunu ya. Çəkərsiz mənim deyir, kəfən puludur, yas pulu da başda qəbrin üstünü düzəlməyidir. Onu bunu vəsiyyətnaməsində yazmışdı, birinci vəsiyyətnaməsində. Ancaq ikinci fiktiv vəsiyyətnaməsində bilməm nə yazıb. Ona da mənə deyən olub. Yazıcıda bir şey saxlayın ki, bu elədikləriniz yerdə qalmayacaq. Allah gözəliyəcək, güzəliyəcək. Götürəcək burnunuzdan sussun. Allah sizin bəlanızı versin. Allah sizin amir qoysun. Heç nəsiz qalasız, yoxsul qalasız, dilənçi qalasız. Mən ki, atam, yaxşı yeri qurtarıb. Asəf Zeynalını qurtarıb, musiqi məktəbini. Hələ oğuldan belə bala. Qurbanov Xanəli Şıxəlioğlu Asəf Zeynalını qurtarıb. Yazınızda saxlayın. Hələ atadan belə bala. Prosta mənim atam avam adam olub. Sizin o sözlərinizə, fikirlərinizə aldam. Ancaq mən yox. Mən yox. O deyirəm ki, yazınızda saxlayın. Heç vaxtı yetimin, yesirin, kasıbın, yoxsulun, kimsəsin. Axır yerdə qalmır. Allah gözəliyi güzel. Allah axırda bəlanızı verəcəksin. Sizə verməsə, əzizlərinizin kim verəcək? Başa düşdünüz, mən nə deyirəm? O kim ki o puldan yiyib ha, bırnından gələcək o puldan. Yediğimiz o haram tikələr, haram pullar. Ola mənim nənəmin evin pulu idi. Qaytaraydı bir otağın pulunu mənə. Onu da qaytarmadım. Bir iki otağı da mən onun tək vərəsəsiyəm. Atamın, nənəmin tək vərəsəsiyəm. Məndən başqa övladı yox, bir şey yox. O pulu mənə düşürdü. Vermədiniz. Haram xoşunuz olsun.